O çünki övladınızın o gələcəkdə o bədbəxt, uğursuz, o neqativliklərlə o dolu bir həyatın olmağını istəmirsinizsə, salam əzizləyicilər. Bu videoda sizlərlə valideynin haqqında, uşaqları o veriləcək o tərbiyə haqqında və o tərbiyə prosesində özümüz o bilmədən etdiyimiz edilən o səhvlər haqqında 3-cü videomu hazırlayıram. Çünki fikirləşdim və analiz etdim ki, bu çox o böyük və dərin bir mövzudur və demədiyim, o bildirmədiyim hələ də o bəzi şeylər o qalıb və bunların hər birini sizlərlə o bölüşmək istəyirəm. Video o keçməzdən əvvəl sizdən istəyim, videolarımı izləyirsinizsə, bəyənirsinizsə bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Mənim burada o niyyətim sizlərə motivasiya, o gerçəklər və zəif bilinən, fikir verilməyən o yəni həqiqətləri burada sizlərə bir-bir izah etməkdir. Keçək videoya. O demək, o valideyni ümumiyyətlə o tərbiyə üsulu, o övladı düzgün bir yetişdirmə üsulu çox o məsuliyyətli və olduqca çətin bir sahədir, o bir mövzudur. Çünki valideyn olaraq sadəcə övladımıza maddi olaraq o təminatını o vermək və mənəvi onları yoxsun, o yəni mənəvi olaraq övladlarımızı o kasıb saxlamaq, onların o bütün həyatları o boyunca o düzəldə o bilməyəcəkləri o bir o travmaya səbəb olacaqdır və bu travmalardan o biri də o bizlərin əsəbi olduğumuz zaman, yəni o bizlərin neqativə yükləndiyimiz zaman övladlarımıza o verdiyimiz o qarşılıqlardır. O deyək ki, əsəbisiz, kənar bir sahədən, amildən o və ya övladınızın özünün etdiyi o bir şeydən əsəbisiz və ya keyfiniz o yoxdur və övladınız o sizdən o bir şey istəyir. Siz də o qarşılıq o verirsiniz ki, mənasızdır. Bu nədir? Uşaq-uşaq fikirləşmə. Belə etdikdə övladınızın artıq o bəlkə də uğur qazanacağı o bir sahədə, o bir xəyalda siz ona o birinci ən böyük zərbəni endirirsiniz. Və ya o deyək ki, sizə o bir şey lazımdır, o bir təmir edirsiniz evinizi və ya o bir xəstəsiz uzanmısınız, bir o çay verilməlidir sizə. Övladınız o deyir ki, o sənə ona kömək eləyim, və ya o çay verim, və ya o bir təmir eləyirsinizsə, deyir ki, yəni filan aləti o gətirim sizə, o sənə, siz də o qarşılıq o verirsiniz ki, sən bacarmarsan, uşaq işi o deyil, onsuz eləyə bilməyəcəksən, eşi, o sənə o tapşırana qədər özüm eləyim. Misallar o çox belə sadalamaq olar. Yəni bir çox o sahədə övladımıza əsəbi olduğumuz halda, keyfsiz olduğumuz halda o verdiyimiz o bu tip o cavablar, sən bacarmarsan, o sənə o deyənə qədər özüm eləyim, o sən bilən o şey o deyil, mənasızdır, sən eləyə o bilməzsən, o bu tip o yəni əsəbi halda övladımıza söylədiyimiz fikirlər və cavablar övladımıza o çox böyük bir o təsirə malik. O çünki fikir vermək lazımdır ki, o birincisi bir şey fikirləşin ki, o bir söz o var ki, o deyir ki, sevginin saxtası ola bilir. Çünki o sevgi pozitiv o bir hissdir və pozitiv olan hər şeyin saxtası və gerçəyi olur. Ancaq o deyir ki, o nifrətin, əsəbin, stresin saxtası olmur. O deyir ki, aktyorlar belə stresi, əsəbi saxta olaraq özlərində yaratsalar da, o əsəbin, o stresin onlar o verdiyi o təsir, o gerçəkdən əsəbiləşməyin və stres yaşamaq o verdiyi o təsirlə o bərabər olur. Yəni ki, stresin, nifrətin, əsəbin heç vaxt saxtası olmur. Yəni saxtasını yaratsaz o belə onun verici o təsir o gerçək olur. Sizlər də əsəbi olduğunuz halda, stresli, o keyfsiz olduğunuz o bir halda övladınız o verdiyiniz o kənardan o mənasız, o kiçik, heç o görünən o cavablar
o çox bir enerji sahib olur. O çünki o saxta olmurlar, o gerçək olurlar. O gerçək bütün hisslərin, o bütün o duyğuların o bir muazzam bir enerjisi olur. Və siz bu güclü enerji ilə, o bir tam enerji ilə, o möhkəm enerji ilə övladınıza o cavablar verirsiniz ki, sən bacarmazsan, bu artıq övladınızın bütün sinir sisteminə o yayıldı və o zehnində o kodlandı ki, o sən bacarmazsan. Çünki övladınız o gələcəkdə hər hansı o bir sahədə özünə bir karyer düzəltmək istəyəndə özü də qəbul eləməsə şüuraltısında olacaq ki, sən bacarmazsan və bu kod onun bütün işlərini yarımçıq saxlamasına və məğlub olduqda o pes etməsinə o səbəb yaradacaq ki, artıq mən bacarmıram. Yəni ki, o birinci məğlubiyyətində şüuraltı o sən bacarmazsan şifrəsini ona verəcək və o da onu xatırlayacaq ki, həqiqətən mənim atam və ya anam mənə o doğru söyləyirmiş, o mən həqiqətən o bacarmıram. Bunu o qəbul eləyəcək artıq və o uğur yolunda, o başarı yolunda artıq o dayanacaq. O səndən o mən nə istəyə bilərəm ki, onsuz da özüm eləməliyəm. Bu tip o cavablar övladınız o verdikdə, o yenə o cavabı övladınız o şüur altına oturur, o və övladınız o gələcəkdə bir sevgilisi olduqda, ailəsi olduqda və ailəsinə o qarşı artıq özünün o məsuliyyəti zəif hiss edəcək. Çünki ona siz o kodlanmısınız ki, sən o bilməz, onsuz o bunu mən eləməliyəm. Övladınız hər şeyi o mən eləməliyəm, hər şey o kodunu götürür və hər şey o qarşı tərəfdən o gözləyir. Yəni gələcəkdə həm o dostluq o bir ətrafında həm o sevgilisi olduğunda, həm ailəsi olduğunda artıq o sizin övladı ya oğlandırsa və o bir qızdırsa o fərqi olmaz. Əsas oğlanlara bu böyük o travma olur ki, o böyük şeylər, önəmli o şeyləri özü etmir. O qarşı o tərəfdən onu edilməz o gözlər. O çünki siz onu kodlamısınız ki, sən edə bilməz, onsuz o bunu o mən etməliyəm. Artıq o məni o qarşı o tərəfə yansıyır və oradan o gözləyir. Burada videonu o təkrar o danışaraq uzatmaq istəmirəm. O qısaca onu o bildirmək istəyirəm ki, o mühüm o diqqət ediləsi o sahələrdən, o mövzulardan o biri də odur ki, əsəbi olduğumuzda, o bir nifrət hissinə o qapıldıqda, bir kefsiz olduqda, bir stressdə, neqativdə ümumiyyətlə olduqda övladımıza o cavablar verməyək. Çünki neqativ halda bizlərin o verəcəyi o pozitiv o bir cavab da, o pozitiv o bir reaksiya da özündə o müəyyən bir qədər neqativlik o daşıyacaq. Neqativlik ona verdiyimiz o cavabın tonunda, ona verdiyimiz o cavabın arxa fonunda o mütləq olacaq o neqativlik. Çünki biz əsəbiyik. Əsəbilik o gerçək bir duyğu olduğu üçün hər zaman o gerçək bir o duyğusunu, bir enerjisini hər zaman bizim verəcəyimiz o cavab bir pozitiv belə olsa, o pozitiv o reaksiyanı, hərəkətin, o cavabın bir arxa fonunda onun o neqativliyi olacaq. Ona görə də əsəbi olduqda, stressli, o kefsiz, bu tip neqativliklər olduqda övladımıza heç bir reaksiya verməyək, heç bir cavab o verməyək. Sadəcə olaraq o qucaqlayaq, o və ya üzünü o gülümsəyək, o və ya belə eləyək ki, onsuz əsəbiyəm. O çünki övladınızın o gələcəkdə o bədbəxt, uğursuz, o neqativliklərlə o dolu bir həyatın olmağını istəmirsinizsə, əsasən də sizdən neqativə yükləndikdə övladınıza heç bir reaksiya vermir. Çünki o verdiyiniz o reaksiya, o yenə təkrarlayıram ki, o gerçək olacaq hər zaman və o övladınızın şuur altına övladınızın o fərqsiz olduğunu, övladınızın o bacarıqsız olduğunu, övladınızın bir yararsız bir insan olduğunu o şifrələyəcək və beləcə övladınız hər zaman o yarım qalacaq. Bu valideynlik və tərbiyə haqqında olan 3-cü videoda o sizlərə o bildirmək istədim ki, o bir neqativ o bir hala o yükləndikdə
buna xəstə olmaq da o daxildir. Övladımızın o verdiyi o suallara o cavablandırmayaq və cavablandırsaq da çalışdığımız o qədər o pozitiv o cavablayaq ki və qısa o cavablayaq ki, çünki o cavabımız orada o nə qədər uzun olsa, ona neqativlik o qədər çox yansıyacaq. Belə edək ki, övladımızın o gələcək həyatını uçuruma o bədbəxtçiliyə, o bir heçliyə o sürükləməyək. Ümidvaram ki, o videonu bəyəndiniz və videonu indiyə qədər izlədinizsə, sizə minnətdaram. Videonu bəyəndinizsə, bəyənməyi, kanala abunə olmağı, bildirimləri açmağı və ən vacibi o rəylərdə fikirlərinizi gözləyəcəm.